Yağış sularına təslim olan Bakıda kanalizasiya problemi düşünülərkən yadıma Azərbaycanda qədim kəndlərdən biri düşdü. Bu kənd həm lerikdən sonra ölkəmizdə ən çox uzun ömürlü insanlar yaşayan ərazidir. Bu kənddə hələ də ta qədimdən kanalizasiya sistemləri quraşdırılıb. Bu cür ağıllı işlər görən insanların çox yaşaması da heç də təsadüfi deyilmiş. Bəs onları uzun ömürlü edən nə olub? Yerin Qulağı kanalı olaraq bu dəfə yolumuz Lahızadır. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanın İsmayıllı rayonunun yüksək dağlıq ərazidə yerləşən Lahız kəndi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsidir. Tarixi çox qədimlərə gedib çıxan bu şəhər möhtəşəm küçə və meydanları ilə Qafqazda və ondan kənarda ən məşhur sənətkarlıq, ticarət mərkəzlərindən biri sayılır. Hesab olunur ki, əsrlər boyu Rus çarlarının geyindikləri əfsanəvi Monomakh papağını məhz burada, Lahızda hazırlayıblar. Kənd xüsusilə də oyma ornamentli bəzədilən soyuq silah və mis qabların hazırlanması ilə məşhurdur. Dədə-baba sənətini bu günə qədər davam etdirən ustalar emalatxanalarda onların işinə heyranlıqla baxan turistlərin gözü qarşısında məişətdə istifadə edilən bütün əşyaları hazırlayırlar. Lahıcın ilk məhəlləsinin əsası 3-4-cü əsrlərdə qoyulub. Maraqlıdır ki, şəhərdə 1500-dən artıq yaşı olan su və kanalizasiya sistemi fəaliyyət göstərir. Sakinlərdən heç kim kanalizasiyanın harada başlayıb, harada qurtardığını, hansı prinsiplə işlədiyini bilmir. Lakin bu, kollektorun uzun əsrlər boyu işləməsinə mane olmur. Bu gün Lahız dövlət tərəfindən qorunan tarixi memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb. Lahızın ən möhtəşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev 18-ci əsrin ortalarında 14 il müddətində Lahızın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Binaya giriş iki tərəfdən mümkündür. Birinci istiqamət Bədavan məscidi. Bu məsciddə xeyriyyətçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub. İkinci istiqamət Girdiman çayının sol sahili tərəfdən. Bu binanı Lahıc cəmaatı Hacılar həyəti də adlandırır. Lahıc həm də uzunömürlər diyarı kimi də tanınır. Hələ qədim zamanlardan burada insanların uzun ömürlü olmasının sirlərini açmaq və onların nə ilə qidalanmasının öyrənilməsi üçün gəlirdilər. Bu insanlar təbii qidalara üstünlük verdikləri, həmişə açıq havada işlədikləri üçün uzun ömürlü olublar. Dünyanın 100 ildən çox yaşayan insanları siyahısında ön sıralarda olan Azərbaycanlılar da var. Bunun əsas səbəbi isə təmiz, ekoloji pak məhsullarla qidalanmanı göstərirlər. İndinin özündə də bu məkan turistləri özünə cəlb edir. Burada hazırlanan bütün məhsulların özünə məxsus tamı, gözəlliyi və görünüşü var. Məhz buna görə də hazırda ölkəmizin axın edən turistlərin ən çox ziyarət etdikləri məkanlardan biri də Lahızdır. Gün ərzində kəndə 800 min arası turistin gəldiyi vurğulanır. Turistlərin diqqətini ən çox cəlb edən buranın sənətkarlıq nümunələridir. Lahıc əbəs yerə 40 sənət şəhəri adlandırılmır. Əzəldən bəri Lahızda metal emalından sonra ən inkişaf etmiş sənət dəri istehsalı olub. Lahıc dabbaqları şaqrin, tumaz, yufu aşılamağı bacarırdılar və sonra bunlardan incə zövq və məharətlə cürbəcür məmulatlar, ayaqqabı, qayış, dəri, canlıq, kitab zildi, yüyən hazırlanırdı. Kustar xarakterdə olan yerli dəri istehsalının bazasında digər sənət növləri də inkişaf edib. Sərrazlıq, pinəçilik, papaqçılıq, xəstçilik. Burada həmçinin xalça toxuyur, suvenir və milli geyim hazırlayırlar. Yeniyetmə vaxtından gözünün nurunu itirən qocaman usta Azad Manafov bu yerlərin fəxridir. Görmə qabiliyyətinin itməsi ona yəhər qayışı, yəhər üzənci və s. düzəltməyə mane olmayıb. Sonradan qəsəbəyə çevrilən Lahıc Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. Ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiəsi olunması üçün imkan yaratmışdır. Bir sözlə, Lahıc bütün sahələrdə sizdə xüsusi hisslər oyada biləcək başqa bir aləmdir. Azərbaycanda qeyri-adi kənd. Adının mənası ətir qoxusu deməkdir. Suüstü mərasimi və qeyri-adi ənənələri olan bu kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerin Qulağı kanalı həmin kəndlə bağlı məlumatları təqdim edir. Naxçıvan kəndləri ilə bağlı rubrikamız davam edir. Bu dəfə yolumuz Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən Tivi kəndinədir. Kənd rayon mərkəzindən təqribən 60 km şimal-qərbdə Ordubad-Bist avtomobil yolunun kənarında Zəngəzur silsiləsinin ətəyində yerləşir. Oikonim ərazidəki mineral bulaqların adı ilə bağlıdır. Bulaq yerli əhali tərəfindən müalicə məqsədi ilə istifadə olunur.
Toponimiyada TV bataqlıq, göl, su dolan yer, su şırnağı mənalarında işlənir. Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Ordubad rayonunda TV kəndinin özünəməxsus yeri var. Kənd Sabir kənd, Nürcüt, qolundakı ucqar dağ kəndləri arasında ən iri yaşayış məntəqəsidir. Tiv sözünün mənşəyi haqqında maraqlı söyləntilər var. Ərəb dilində tiv gözəl ətir qoxusu mənasını verir. Ətir saçan deməkdir. Tiv dağlarında bir-birindən təravətli min bir cür bitki bitir. Zəngəzur silsiləsinin ətəklərinə sığınmış bu kənd vaxtilə gözdən, könüldən uzaq yurt yerlərimizdən idi. Bu kəndi rayon mərkəzi ilə bağlayan maşın yolu uzun illər ərzində bərbad vəziyyətdə olub. Yaşayış məntəqəsində normal təhsildən, səhiyyə, mədəniyyət və məişət xidmətindən isə söz açmağa dəyməzdi. Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində də elə bu imkansızlığa görə əhalinin əksəriyyəti az qala TV-dən köç edib getmək qərarına gəlmişdi. O illərdə elektrik enerjisi, yanacaq materialları ilə imtahana çəkilən kənd əhalisində sabaha inam hissi demək olar ki, qalmamışdı. Dağların cənnət güşəsi sayılan TV sayısız hesabsız mineral suların ocağıdır. Kənd əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğuldur. Kənddə sayısız hesabsız mineral bulaqlar mövcuddur. Bunlardan biri narzan tiplidir və dəri xəstəliklərinin müalicəsində tövsiyə edilir. 1968-ci ildə kənd ətrafında antik dövrə aid arxeoloji abidə TV nekropolu qeyd alınıb. TV-də xalqımıza məxsus olan milli adət-ənənələrin əksəriyyəti hələ də yaşadılır. Toylarda dəstə tutub yallı getmək ənənəsi bu gün də var. Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusundan sonrakı gün keçirilən su üstü mərasiminin ikinci mərhələsi sayılan Cıdır mərasimində yaxınlıqdakı Xurs, Nürgüd, Nəsirvaz, Bist, Ələhi, Parağa kəndlərinin çaparları öz köhnən atlarını yarışdırırlar. Kütləvi Cıdırdan sonra fərqlənən atlardan bir neçəsini çaparlar sərt yoxuş yollarla Haça deyilən təpəyə qədər çapırlar. Çətin yolu dəf edən çaparlardan ilk 3 yeri tutanları hədiyyə ilə mükafatlandırırlar. Bu mərasim çalçağırla sona çatır. Kənddə yaşadılan digər milli adətlərdən biri də papaq gətirmə mərasimidir. Qonşu kənddən gətirilən gəlin evdən çıxarkən bir neçə atlı bu xəbəri oğlan evinə çatdırmaq üçün yola çıxır. Kim TV-yə tez satarsa, o qalib hesab olunur və hədiyyə alır. TV-də əhalinin əsas məşğuliyyət növü kənd təsərrüfatıdır. Bu yurt yerinin əhalisi təsərrüfatın arıçılıq, bağçılıq və heyvandarlıq sahələri ilə məşğul olur. Sakinlər kəndin təbii və iqlim şəraitinin əlverişli olmasından istifadə edərək yüksək nəticələr əldə edirlər. Burada son tunc və antik dövrlərinə aid maraqlı abidələr, nekropol və yaşayış yeri var. Gəmiqaya rəsmləri TV kəndinin şimal-şərqindədir. Kənddə tam orta məktəb, tibb məntəqəsi, mədəniyyət evi yerləşir. TV kəndi özündə qədim ənənələri yaşadır. Burada Azərbaycanın bir çox bölgəsində olduğu kimi kiçik çillərin axırıncı cümə axşamı Xıdır Nəbi mərasimi keçirilir. Bu vaxt evlərə papaq atılır. Bundan başqa hər il ilaxır çərşənbə böyük coşqu ilə qeyd olunur. Özünə məxsusluğu ilə seçilən TV adətlərindən biri də xan şənlikləridir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.